Salam, biz bugün rəqəmsal məktəb platformasında yerləşən Microsoft alətlərinə baxacağıq. İlk öncə biz öz səhifəmizə daxil olmalıyıq. Səhifəyə daxil olduqdan sonra qarşımıza ilk öncə ana səhifə görünür və ana səhifədən aşağıya baxdıqda burada dərs cədvəli, qiymətləndirmə, şagird siyahısı, elanlar və ən sonda Microsoft kabinetini görürük. Bura daxil oluruq. Bura daxil olduqda isə alətlərə baxırıq. İlk öncə qarşımıza Microsoft Copilot, yəni süni intellekt aləti çıxır. Microsoft Teams, Word, Excel, PowerPoint, Forms, OneDrive və Outlook-u görə bilərik. Və biz bunlardan necə istifadə edə bilərik? Biz bunlardan utiliz kodumuz olan, yəni 3246, misal üçün məndə belədir, 3246 382 @student.edu.az-la deyil, teacher.edu.az-la daxil olmalıyıq. Və biz bunu kopyalayırıq. Daha sonra Microsoft Copilot-a keçid edirik. Və burada hesab görünəcək student.edu.az. Biz buna daxil olmayacaq. Biz bunun üçün üstəgəl işarəsinə vururuq, yəni başqa hesabla. Və burada teacher hesabımızı daxil edəcəyik. Və daha sonra isə biz student, yəni 3246 382 @student.edu.az-dakı parolumuz nədirsə, onu bura daxil edirik və bəli vururuq. Bununla da bizim Copilot süni intellekt alətimiz açılmış oldu. Və bu alətdən istifadə edərək biz dərs planı, materialların hazırlanması, qiymətləndirmə, imtahan nəticələrinin təhlili, kommunikasiya mətni, ümumi pedaqoji dəstəklər kimi, yəni kömək əldə edə bilərik. Və yaxud da istəyə uyğun olaraq biz özümüzə hər hansı bir dərs planını da buradan hazırlaya bilərik. Bu qədər.